Məsəl üçün, tutaq ki, deyirik ki, meşə, zümrüd kimi yaşıldır. Deməli, 4 ünsür, bənzəyən, bənzədilən, bənzətmə qoşması, bənzətmə əlaməti. Bəzən bənzətmə qoşması, bənzətmə əlaməti iştirak etməyə bilir təşbihlərdə. Yəni, həmişə biz demirik, bənzətmə qoşması var, bənzətmə əlaməti var. Həmişə iştirak edə bilməz. Belə də deyə bilərik, meşə zümrüddür. Meşə zümrüddür. Yəni, zümrüd nədir? Yaşıl, düzdür, daşdır da, yaşıl, tünd yaşıl. Yəni, meşənin yaşıllığını daha qabartmaqdan ötürü onu zümrüdə bənzədirlər. Aydın oldu. Meşə zümrüddür. Buradan deyə bilərik ki, meşə zümrüd kimidir. Deyə bilirik. Yəni, kimini bura artıra bilirik, müəllimlər. Deyə bilirik. Aydın oldu. Deməli, 4 ünsür olmadan da 2 ünsürlə də təşbih yarada bilirik. Təşbihdə əsas məsələlərdən biri nədir? Təşbihdə əsas məsələlərdən biri, müəllimlərin ən çox çaşdığı məsələlərdən biri təşbihin ikinci tərəfinin isim olmasıdır. Bax, bu çox önəmlidir. Çox önəmlidir. Məsəl üçün, deyəndə ki, qaşı qələmdir, qaşı qələmdir. Qaşı qələmdir, yəni qaşı qələm kimidir. Düzdür, qaşı qələm kimidir. Təşbihdə ikinci tərəf isim olmalıdır. Yadınızda saxlayın. Təşbihin ikinci tərəfi isim olmalıdır. Bilmədiyiniz çox şeylər var. Diqqətlə qulaq asın, müəllimlər. Hələ bunlar adi şeylərdir deyirəm. Təşbihin ikinci tərəfi isim olmalıdır. Məsəl üçün, desək ki, tutaq ki, ixtilatı şirin. İxtilatı şirin desək, yadınızda saxlayın. İkinci tərəf burada nədir? İkinci tərəf sifətdir burada. Təşbihin ikinci tərəfi sifət olmur, isim olur. İsim. Aydın oldu, isim olur. İxtilatı şirin deyəndə, ixtilat söhbət deməkdir. Söhbət. İxtilatın şirin sözün məzəli, pəri qoşmasında var. İxtilat söhbət deməkdir. İndi burada deyir ki, yəni söhbəti şirindir. Söhbəti şirindir. İndi müəllimlər də bunu götürürlər təşbih. Deyirlər ki, şirin kimidir, təşbihdir. Təşbih deyil bu. Yəni, köçürmədir burada. İxtilatı şirin. Şirin nə olur? Tutaq ki, tort ola bilər, şirniyyat ola bilər, konfet ola bilər, alma ola bilər, banan ola bilər, bal ola bilər şirin. Biz o şirinliyi bilirik, həmin o gözəl söhbəti nə deyirik? Deyirik ki, ixtilatı şirindir. Yəni, köçürdürük. Aydın olur, köçürmüşük biz burada. Biz burada köçürtmüşük, qulaq asın. Köçürtmüşük. Aydın köçürtməyə yol vermişik. Bildiniz? Məsəl üçün, tutaq ki, deyirik ki, dağlar qəmlidir. Dağlar qəmlidir. Dağlar qəmlidir. Qəmli nə ola bilər ki? Dağlar qəmli ola bilər. İnsana məxsus olan xüsusiyyət nəyin üzərində köçür? Dağların üzərində köçürlər. Köçürmə var da burada müəllimlər. Metaforlar elə həmişə feili metaforlar olmurlar. Aydın oldu. Həmişə feili ikinci tərəf, həmişə köçürülən tərəf feil olmur. Məsəl üçün, sizin bildiyiniz metafor var. Deyirsiniz ki, məsəl üçün, göy kişnəyir, göy kişnəyir, deyirsiniz ki, bulud ağlayır. Göy kişnəyir, bulud ağlayır deyirsiniz, düzdür. Göy kişnəməz də at kişnəyər. Düzdür, nəyin üzərinə köçürülür? Atın xüsusiyyətləri göyün üzərinə köçürülür. İnsan ağlamaz, bulud ağlamaz, insan ağlayar. İnsana məxsus olan xüsusiyyət nəyin üzərinə köçürülür?
buludun üzərinə köçürülür. Köçürtmək də köçürtmədir. Burada da köçürtməkdə dağlar qəmlidir. Dağlar qəmlidir. İnsana məxsus olan xüsusiyyətlərin üzərinə köçürülüb, dağların üzərinə köçürülüb. Tutaq ki, almaya məxsus olan şirinlik nəyin üzərinə köçürülüb? Söhbətin üzərinə köçürülüb. Aydın oldu. Yəni, bunu siz təşbihlə qarışdırmayın. Təşbihdə bu ikinci tərəf isim olur. Sifət olmur. Sifət oldusa biz bunu metafor götürürük. Aydın oldu müəllimlər. Nə götürürük? Metafor. Bir dənə də nümunə deyirəm. Qulaq asın. Sifətdən başqa nisbi hissəsi var yenə? Yoxsa təhsil isim olmalıdır elə? Nə isim olmalıdır? Yəni deyir sizə təşbihin ikinci tərəfi ancaq isim olmalıdır. İsim olur. Bəli, əsasən isim olur. Əsasən isim. Sifət olmur. Qulaq asın. Səhrə laldır. Qulaq asın, dimin nümunəsidir. Səhrə laldır. Səhra laldır. Səhra laldır. Səhra lal ola bilər. İkinci tərəf sifətdir. Baxırsınız, bura ikinci tərəf sifətdir. İnsan lal ola bilər. Düzdür? Nəyin üzərinə köçürülüb? İnsana məxsus olan xüsusiyyət nəyin üzərinə köçürülüb? Səhranın üzərinə köçürülüb. Deməli, nədir bu? Metafordur. Məsəl üçün, həmişə mən bunu deyirəm müdavimlərə. Orada deyir ki, Bolu bəy hilə niqabını üzünə keçirtdi. Bolu bəy hilə niqabını üzünə keçirtdi. Hilə niqabı. Hilə niqabı. Hilə niqabı. Niqab nədir? Niqabını deyir, üzünə keçirtdi. Koroğlu dastanında deyir. Hilə, niqab nədir? Qadınlar üzlərinə örtükdür də, düzdür. O qadına məxsus olan niqab nəyin üzərinə? Hilənin üzərinə köçürülüb. Köçürülüb də burada müəllimlər. Köçürülüb. Aydın oldu. Deməli, metafor elə həmişə fiil olmur. Məsəl üçün, tutaq ki, deyirik, dağlar bizi gülçiçəklə qarşıladı. Dağlar. Dağlar bizi gülçiçəklə qarşıladı. Bizi gülçiçəklə qarşıladı. Qarşıladı. Dağlar bizi gülçiçəklə qarşıladı. Yəni, insana məxsus olan xüsusiyyət nəyin üzərinə köçürülüb? Dağların üzərinə köçürülüb. Başa düşdünüz? Köçürülmə. Burada nədir? Məcazi mənada işlənən feildir burada. Yəni, qarşılamaq feilidir. Aydın olub, köçürülüb. İnsana məxsus olan xüsusiyyət dağların üzərinə köçürülüb. Sadəcə olaraq burada da deyir ki, sizə səhra laldır da. Səhra laldır. Deyir, səhra laldır. Siz də çalışırsınız, bunu götürürsünüz təşbih. Təşbih deyil bu. Bu sifət olduğuna görə məcazi mənadadır. Həqiqi olsa o başqa. Məcazi olduğuna görə köçürülüb burada. İnsana məxsus olan xüsusiyyət nəyin üzərinə köçürülüb? Səhranın üzərinə köçürülüb. Aydın oldu müəllimlər. Bax, bir şey yadınızda saxlayın ki, təşbihin ikinci tərəfi sifət olmur. İkinci tərəfdə sifət olmur təşbihdə. Aydın oldu. İndi məsəl üçün, gəlin baxaq təşbih nümunələrinə, yenə qaydacıl olsun metaforlara. Deməli, təşbihlər sifət və feillə ifadə oluna bilirlər, təşbihlər. Rəngi qar kimi ağarmışdı. Baxın, burada təşbih nümunəsi. Rəngi qar kimi ağarmışdı. Belə də deyə bilir, rəngi qar kimi ağappaqdır. Bir tərəfinə sifət də qoya bilirik burada. Əsas bu da, təşbihi bu təşkil edir. Aydın oldu. Və yaxud da gül kimi gəlindir. Mübtədası buraxılıb burada. O, məsəl üçün, o gül kimi qızdır. Burada mübtəda buraxılıb. Sonra, tutaq ki, deyirik ki, saçları şəlalə kimidir. Saçları şəlalə kimidir. Saçları nəyə bənzədir? Şəlaləyə bənzədir. Deməli, müəllimlər, burada həm də bənzətmə əlaməti, burada saçları şəlalə kimi, yəni şəlalə necə olur? Ya, onun əlamət qoymamışıq sadəcə olaraq. Saçları şəlalədir, yəni şəlalə kimidir. İndi təşbihlər, baxın, elə bil, güya, sanki sözləri ilə də düzəlir.
Elə bil sanki güya. Elə bil aydır. Məsəl üçün. Sanki mələkdir. Hələ dərslikdə belə nümunələr var. Şeylərin içərisində var. Bu 6-cı sinifdə bir dənə KSG var. Dövlətin KSG-si var. Bir dənə bu Rəsul Xəlil Rızanın məncə şeiri ilə bağlı bir KSG var. Orada onun içərisində təşbih nümunələri var. Valla oradakı müəllimlər onu tapmaqda çətinlik çəkirlər. Yəni o qədər çətin qoyublar ki, dərs 6-cı sinif uşaqlarına. Elə bil məsəl üçün aydır. Sanki güya nəsə də deyirik maraldır. Yəni maral kimidir. Aydın oldu, kimini qoya bilirik. Sanki aydır. Sanki ay kimidir. Elə bil sanki güya bənzətmə modal sözləri ilə də təşbihlər yarana bilirlər. Sonra məsəl üçün tutaq ki, təşbihdə bunlar demirəm, çox başınız qarışmasın. Təşbihdə məsəl üçün deyir ki, oğlan şir kimi cəsarətlidir. O təşbihdə belə deyir. İndi cəsarətli sözünü çıxardıb belə də deyə bilirik. Oğlan elə bir şirdir. Yəni özündən qüvvətli bir hadisəyə bənzədirik də. İndi mənimlə metafor nədir? İndi açıqlayıram metaforu. Metaforda bənzədilən atılır. Bənzədilən atılır, onun əlaməti bənzəyən üzərinə keçirilir. Metaforun ikinci adı gizli təşbihdir. Bax, diqqətli olun. Metaforda, cümlələr düşürür, nümunə vermirlər, cümlə salırlar indi testlərə. Metaforda bənzədilən atılır, onun əlaməti bənzəyən üzərinə köçürülür. İndi bu nə deməkdir? Qulaq asın. Bənzədilən atılır. Gizli təşbihdir həm də metafor. Məsələn, bura baxın. Deyirik ki, yarpaqlar insan kimi pıçıldaşır. Yarpaqlar insan kimi pıçıldaşır. Bu təşbihə nümunədir. Yəni, insan kimi yarpaqlara nəyə bənzədir? İnsana bənzədir. Düzdür, pıçıldaşır. Məsəl üçün, tutaq ki, aşağıda verir ki, düşüncələrim kələf tək dolaşıqdır. Düşüncələrimi bənzədib nəyə? Dolaşıq olduğuna görə, qarmaqarışıq olduğuna görə kələf yəni ip deməkdir. İpə bənzədib. Aydın oldu. İndi aşağıya baxın. İndi burada verib ki, baxın, düşüncələrim dolaşıqdır burada verib. Düşüncələrim dolaşıqdır. Burada artıq görürsünüz mənimlə, bənzədilən atılır. Bənzədilən atılır. Başqa ki, gəlin bu nümunəni birinci sizə deyim sonra. Gəlin. Baxın bir dənə yuxarı. Deyir, yarpaqlar insan kimi pıçıldaşır. Bu təşbihdir. Bu təşbihdir. İndi sildik bunu. İnsan kimi ifadəsini sildik. Burada olacaq nə? Yarpaqlar pıçıldaşır. Nə oldu müəllimlər? Metafor oldu da. Yəni metaforda bənzədilən atılır da. Bunu atdıq. Nə yarandı burada? Yarpaqlar pıçıldaşır. Aydın oldu. Bununla olanda təşbih olur. Bənzədiləni atanda olur nə? Metafor olur. Aydın oldu. Tutaq ki, bayaq dedim, düşüncələrim kələftək dolaşıqdır. Burada təşbihdir artıq. Düşüncələrimi dolaşıq olduğuna görə ipə bənzədir. İndi aşağıda deyirəm ki, düşüncələrim dolaşıqdır. Burada artıq bənzədiləni yenə atdım. Bənzədiləni atıram. Kələftəki atıram. Atdım kələftəki. Düşüncələrim dolaşıqdır. Nə oldu artıq burada? Metafor oldu. Yəni bənzədilən atılır. Metaforda bənzədilən atılır müəllimlər. Metafor gizli təşbihdir. Görürsünüz bu ortasındakı təşbihi atdım. Yarpaqlar pıçıldaşır. Oldu metafor. Aydın oldu. Bənzədiləni qoysaq bura, bu olur təşbih. Görürsünüz bənzədiləni qoyanda təşbih olur. Bənzədiləni çıxartdıqsa, düzdür, nə olur bu artıq? Nə olur? Nə olur?
metafor olur. Aydın oldu. Aydın oldu müəllimlər. Kim bura kim başa düşmədi? Başa düşdünüz? Bəli, müəllim. Başa düşdünüz? Deməli, keçdik.